Günlərə xanım, psixoloq olduqdan sonra öyrəndiyiniz 5 şey nədir? Birincisi, heç kəsin istəyi olmadan ona yardım edə bilmərik. Dəyişim insanın öz istəyi ilə bağlı bir şeydir. Bu, həm psixoloqa məcbur gətirilən pasiyent üçün keçərlidir, həm də ailədən birisi üçün. İkincisi, bir çox insanlar yetişkin bədənlərində əslində duyğusal olaraq yaralanmış uşaqlardır və sən bunun fərqinə vardığında ətrafından eşitdiyin hər şeyi özünə qarşı, öz şəxsinə yönəlik algılamağı bir kənara buraxacaqsan. Üçüncüsü, əmək verilməyən hər şey bitər və çürüyər. Bu, evindəki bir bitki üçün də keçərlidir və ya da həyatındakı bir insan üçün də keçərlidir. Ona görə də hər hansısa bir şeyi dəyişdirməyə gecikmək bir sonraki durumların peşmançılığına səbəb ola bilər. Dördüncüsü, yaxşılaşmaq, özünü yaxşı hiss eləmək doğrudan girəcəyimiz bir yol deyil. Bu yollarda müəyyən enişlər və çıxışlar ola bilər və bəzən ən böyük sıçramalar da qaranlıq yollardan sonra gələ bilər. Və son olaraq bir ailə üzvünüzlə və ya da sevdiyiniz bir başqa şəxslərlə yollarınızı ayıra bilərsiniz. Bəzi vidalaşmalar çox ağır gələ bilər, amma öz güvənli zonanızı yaratmaq üçün bəzən buna ehtiyacınız var.